Qardaşımın nişanı necə keçdi, nələr oldu? Gəlin bugün sizə onlardan danışım. Nişan dəniz kənarı olduğu üçün tematikamız dəniz idi və mavi tonlardan istifadə etdik. Əminəm ki, Bakıda ən münasib dekorları Gülər xanım yığır. Bizdə həri və nişan bir yerdə olduğu üçün ilk öncə gəlinimiz şirin çayları paylayır. Stakanlarımız çox gözəl idi. Beyimizin restinə baxın hələ. Tortu da konseptə uyğun eləmək istədik. Həm görünüşü, həm dadı çox gözəl idi. Heranın honçalıq qablaşdırmasına baxın, o qədər zərif görsənirdi. Və gəlinimizin favoriti olan bu paylama şokoladlar. Bu isə İsmaildən gətirdi. Baldız hədiyəsidir. Necədir sizcə? Xonçalarımızın bəzədilməsi, ümumi görünüşü o qədər ürəyimizcə idi ki, xonçalarımıza qonaqlarımız da bayılmışdı. Bir də ən sevdiyim nüans xonçanın altlıqlarının işıqlı olması idi. Ona görə axşam xonçalarımız bir başqa gözəl görsənirdi. Bir də reylərdə çox yazırdınız ki, gəlinin plasyasını görmək istəyirik. Plasyası belə idi, bir yerdə seçmişdik. Və gəlinin üzüklərini mən taxdım və buna görə pul alacağımı bilmirdim. O bəh-bəh deyə götürdüm və kəlağayını da gəlinimizin çiyninə atdım. Bu da nişan üzüyü. Sizcə necədir? Sonra isə gəlinimizin dayısı oğlanları gəlinimizə buketlər almışdılar. Anamın da həmin gün ad günü idi. Ona görə rəfiqələri, doğmaları onu da hədiyyəsiz qoymadı. Belə gözəl, xoş gündən bütün subaylarımıza arzu edirəm. Əsas doğru insanı tapmaqdır. Sonra isə məclisimiz rəqslərlə, bol əylənməklə davam elədi. Hər şey həqiqətən də çox gözəl keçdi. Bugünlük isə bu qədər. Məni izləməyə alsanız çox sevinərəm. Bay bay.